Hazırda paytaxtda və ölkə ərazisinin bəzi bölgələrində müşahidə olunan qatı duman avtomobil yollarında görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir və yol nəqliyyat hadisələrinin baş vermə riskini artırır. Bu barədə Bölgə TV-yə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Qeyd olunub ki, görünüş məsafəsinin azalması sürücülərin yol şəraitinin düzgün qiymətləndirilməsinə mane olur ki, bu da bir anlıq diqqətsizlik nəticəsində ağır və arzu olunmaz hadisələrə səbəb ola bilər. Yol hərəkəti iştirakçılarının diqqətinə çatdırır ki, dumanlı hava şəraitində sürət həddinin azaldılması, nəqliyyat vasitələri arasında təhlükəsiz ara məsafəsinin saxlanılması, işıq cihazlarından yalnız təyinatına uyğun istifadə edilməsi, qəfil dayanma və təhlükəsiz manevrlərdən çəkinilməsi, eləcə də ötmə əməliyyatlarının yalnız icazə verilən yerlərdə və təhlükəsiz şəraitdə həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Piyadalara isə xatırladılır ki, yolu yalnız görünən və icazə verilən yerlərdən keçməli, yolu keçməzdən əvvəl nəqliyyat vasitələrinin olmadığından və ya sürücülərin onlara yol vermək üçün tam dayandığından əmin olmalıdırlar. Baş Dövlət Yol Polisi İdarəsi bir daha vurğulayır ki, qatı duman şəraitində yol hərəkəti qaydalarına ciddi əməl olunması, hər bir yol hərəkəti iştirakçısının təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Unutmayaq ki, yollarda diqqətli, ehtiyatlı və məsuliyyətli davranış yol nəqliyyat hadisələrinin qarşısının alınmasının əsas şərtidir. Rəna Rövşənqızı, Bölgə TV.